Sabahınız xeyir olsun Vəfa. Sizi və tamaşaçıları salamlayıram. Həftənin 5-ci, sonuncu iş günündəyik və bugünə olan və sabahı olan hava proqnozu ilə bağlı mən istərdim ki, məlumatları tamaşaçıların diqqətinə çatdırım. Elə biz buna görə də Milli Hidrometeorologiya Mərkəzindəyik. İlkin məlumatlara görə Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz olacağı gözlənilir. Bölgələrə nəzər yetirdikdə isə vəziyyət bir qədər dəyişkəndir. Çünki bəzi ərazilərdə havanın yağıntılı olacağı, digər dağlıq rayonlarda isə qar yağacağı ehtimalı var, gözləntiləri var. Amma istərdim ki, bu barədə biz ətraflı məlumatları müsahibim Fidan Hacıyevadan əldə edək. Fidan xanım Hidrometeoroloji Proqnozlar Bürosunun mütəxəssisdir. Fidan xanım istərdik ki, bugünə və sabaha olan hava proqnozu ilə bağlı ən son məlumatları tamaşaçıların diqqətinə çatdırasınız. Ümumiyyətlə bizi hansı hava şəraiti gözləyir? Buyurun. Salam, sabahınız xeyir. Bugün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Cənub-şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz 5-8 dərəcə isti, axşam isə 3 dərəcə isti olacağı gözlənilir. Sabah da paytaxtımızda bugünkü kimi hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Və bölgələrimizdə eyni zamanda Qarabağ və Şərqi Zəngəzur zonasında da hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Yağıntılar gündüz tədricən kəsiləcək, arabir duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 6-10 dərəcə isti, dağlarda isə 2 dərəcə şaxtadan 3 dərəcəyə dək isti olacağı gözlənilir. Bölgələrimizdə də qeyd edim ki, sabahda hava şəraitinin dekabrın 27-sində əsasən yağmursuz keçəcəyi gözlənilsə də, günün ikinci yarısına şimal və qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur, arabir duman olacaq. Aydındır. Siz vurguladınız ki, bəzi dağlıq rayonlarda qar yağacaq. Biz bura konkret hansı rayonlarda, ümumiyyətlə, hansı rayonlara qar yağıb? Qar yağıb, qeyd edim ki, Zaqatalada yağıb və yağan qarın hündürlüyü, qar hündürlüyünün örtüyü 10 cm olub maksimal, Qubadlı, Laçında 7 cm olub və qar yağacağı ərazilər də Şərqi Zəngəzur və dağlıq ərazilər də əhatə edəcək. Təşəkkür edirəm. Bir daha vurğulayıram ki, hava haqqında ən son məlumatları bizə Hidrometeoroloji Proqnozlar Bürosunun mütəxəssisi Fidan Hacıyeva çatdırdı və mən son olaraq yenidən qeyd etmək istəyirəm ki, bugünün və sabahın hava şəraitində əsasən Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir, amma bölgələrdə vəziyyət nisbətən dəyişəcək. Bəzi bölgələrdə yağıntılı, bəzi bölgələrdə isə dağlıq, daha doğrusu rayonlarında isə qar yağacağı ehtimalı var. Vəfa, hava ilə bağlı bugünün və sabahın hava tarixlərindən söhbət gedir. Ən son məlumatları biz tamaşaçıların diqqətinə çatdırmağa çalışdıq. Bizdən bu qədər. Sözü yenidən sizə ötürürük. Buyurun.